Herkese salam, kanalımıza hoş gelmişsiniz bacılar. Ne var ne yok, halınız, keyfiniz, əhvalınız. İnşallah deyirəm, yaxşısınız. Mənim də halım keyfim, baxın gördüyünüz kimi yaxşıdır. Yığıb yığışdırıram, töküb töküşdürürlər. Oynadıqları yerdə qalır. Belə nə qədərdir görün. Qutarmır. Sizə bura qoyaram. Bugün bacılar, bazara gedəcəm, sizləri də götürəcəm, gedək bir-iki dənə Allahsı şeylər var, onu alaq, qismət, düzü balıq deyibdi, gedək görək, tapa bilirikmi? Qismət moyva balığı istəyir, mən də baxaram görəm, olsa alaram, olmasa başqasını alaram. Bankalarımıza baxaq mindi. 2 gündür yazıqlar burada qalıbdı, hələ də elə tam soğumayıbdı. İliqdılar. Yer isti pol daxı yəqin ondan. Baxın belədir. Rəngi indi bir-birinə qarşında çıxardı hər halda. Hələlik 2 gündür rahat, sağlam dururlar. Bir dənə problem yoxdur. Biraz narı məncə artıq olsaydı rəngi lap qırmızı olardı, deyilmi? İntası bizimkilər elə də içinin dənəsini çox xoşlamırlar. Sok olsun deyirlər. Belə hələlikdə dursun belə, sabah bunu çıxardarım. Necə görünürəm? Bugün hava bulutludur, yağış göstərir, elə 1-2 damcı, amma yağmayacaq deyəsən. Baxaq görək, günümüz necə keçəcək? Gedək alış-verişimizi edək, oradan gələk, görək, nə edəcək, nə etməyəcək. Birlikdə olarıq inşallah. Bu bazar mənim bazarımdır. Buraya gələndə heç çıxmaq istəmirəm. Qızılgülün gözəlliyinə baxsanıza. Bir buket 10.000 tengidir. Rəngli xrizantemalar. Görən mənə gülü sevən varmı? Ağ rozalar qəşəng görünür. Bu da gözəl görünür. Buraya gəldim, bir dənə sirkon alacağım. Güllərimin bəzilərinin kökləri dəyişirləsidir. Demirdim mi, torpaq dəyişirləsidir. Biraz zəif kimi olan gülləriniz varsa da, xanımlar, sirkon hər halda hər yerdə satılır. Hər ölkədə satılar məncə. Ondan alıb gülləriniz üçün istifadə edə bilərsiniz. Qız, bu kələmdirmi? Nə gözəldir, amma nə? Yayda burada canlı günlər çox olurdu. İndi yoxdur. Gözəldir. Nə gözəl, nə gözəl. Ay Allah. Alalar, hədiyyə edələr də buradan. Bir dənə paketi götürüb deyərlər ki, bunu sana hədiyyə etdik. Nə gözəl. Bir xala yaxınlaşdı. Deyir, çəkirsən. Deyirəm, hə, deyirəm. Здравствуйте. Səni gözləyir, almaq lazımdır. Deyirəm, məni yox, yoldaşımı gözləyə bilər. İrəlidə deyirəm, anadan olan günümdür. Sizdən deyir, çəkirsən göstərmək üçünmü? Deyirəm, hə, bənə. Deyir, lazımdır etmək elə. Bu nə gözəldir, qar kimi. Görün. Həqiqətən qəşəngdir. Canlısı olsa adam alar. Baxın, bu da çox gözəldir. Xrizantemadır bu da. Gedək bəsdir güllərə baxdığımız. Buraya baxanda adam çıxmaq istəmir. Gedək darmamızı alaq. Здравствуйте. Добрый день. Burada var, amma seçmək lazımdır. Biraz yaxşısını almaqdan ötəri. Ən sevdiyim balıqlardır bu suda. Nə sümüyü var, nə tikanı. Bunlar tikanlıdır.
Oradan çıxdım, yani balığı aldım. Moyva almadım, sudak aldım. Bir dənə böyük sudak aldım. Moyva biraz nə bilim, dedim seçim, biraz iriləri lazımdır. Dedi yox, elə bu cür satırıq deyəndə xaşlı kimi olanları da var idi da, belə desəm. Belə gözəl döydü bir sözlə. Ona görə də mən də sudak aldım. Belə yer tapdım. Qəşəng damaşqalar var qızlar. Rəngi gözəldir, deyilmi bunun? 3500 tengidir. Belə ağı da var, amma ağındansa... 2500. 3500. Aha, bağaları cazılıbdır. Qarası daha yaxşıdır ağından. Mən ağını sevmirəm evdə geyinməyə. Ağı var, çist ağı var, beliydim. Belə bu cürü də var. Buna bax. Təzə gəlinlərindir bu. Qız, biz bunu hər yən bilərik. Bunu giyinsək, gərək əlimizi ağdan qarıya vurmayaq. Evdə rengə çıxmayaq. Belə enlisi də var. Ən yaxşısı belə sadələri. Sadə. Ayağına keçir, gəz. Bir bu yaxşıdır, bir bunu yenə almaq olar. Bir də bunu bəyəndim. Nə yalan deyim. Bu ağındakı qarası gözəldir. Görək burada ayrı nələr var. Belə bir şeylər var. Güzgüdür. Naskılardır, belə güzgü. Bunlar güzgüdür deyəsən. Sumka üçün yaxşıdır da, belə çantanın için atırsan. Qoyursan. Nə gözəldir bu. Bir dənəsi 800 tengi. Nə versin bacım, bir dənəsini alsın mı? Bir dənəsini almaq lazımdır mı? Belə bir şeylər. Ay, arada da dağıdıb döktük. Hara düşdü. Keçən dəfə hansısa videomda paylaşmışdım. Nəsibə ilə getmişdik mağazaya. Belə Claire'in kofelisini almışdım. Mənə xanımlar yazmışdı ki, kişi üçününü almışsan. Qız, mən də bilirəm o kişi üçün olduğunu. Amma bizim saçımıza bu düşdü. Bunlar yox. Saçımıza hansı düşdü, onu da alıb istifadə etdik. Həqiqətən saç tökülməmə nə qədər elə bir ki azaldı da, belə deyim. Bu neçədir? 1200 tengi. Bu 700 tengi. Almaq lazımdır. Bunların həcmi böyükdür, amma qiymət olaraq da münasibdir. ABC-dir bunlar. 3500 tengidir. Böyük marketlərdə belə olmur. Biraz baha olur. Bugün də hara getsəm, yenə qab-qacağa rastlaşıram. Bu görüm necədir keyfiyyəti, ağırdır, yüngüldür. Bundan almışdım mən. Qırdı uşaqlar. Bu yaxşısı elə bil. Dəmirdir bu. Amma o qırdıqları çuğun uydu. Neysə, bir dənəsini alım da. Araya salıb bir dənə mantı qazan alacağım. Amma burada çox bahadır. Yəqin ki, keyfiyyətinə görə belədir burada. 25 mindir. Çox bahadır. Belə bir qazanlar da var. Qiymət olaraq münasib deyil, onu deyim. Amma bu qazan 11.500 tengidir. Məncə bu yaxşıdır. Mamam bunu görsə mənim başım əzəcək. Bunu mən kənddən gətirtmişdim. Güya burada yox imiş. İndi gördüm. Ve bir şey mürəbbi qabları var.
Noşa. 20 litr. 20 litrler. Bu qırağı zərrilər gözəldir. 28, 27. Bak klubnika degan. Ya, ya. İki tut var şimdi. Aha, yox, biri yox. Bunda nə istifadə olunur görən bezək üçün? Salat zad qoyular yəqin ki. 20 dedin ya. Bak klubnika. İki buldu. Ya da sonra biri 2 mi? Dünən izlədiyiniz vlogda göstərmişdim bunu. Bunun tarikalarını göstərmişdim. Mamamın servanı doluydu. Gül vazası istəyirəm bir dənə qızlar özüm üçün, amma bundan yox. Bir balaca şirin gül vazası istəyirəm. Sok stəkanları. Bu stəkan da gözəldir. Balaca da mı? Gəldim. İndi aldıqlarımı göstərim. Elə də çox heç nə almamışam, amma yenə hər nədir, nələr aldım, onları göstərim. Bir dənə stol dəsmalı aldım. Bir dənə diş pastası aldım. Bu güzgüyü aldım çanta üçün. Belə güzgüm yox idi. Bu tərəf böyük göstərir, amma bu tərəf yaxşıdır. Bir də bunu aldım. Bu deyəsən keyfiyyətlidir. Dəmir kimikdən qıldıyır, amma bilmirəm daha nətər olacaq. Sirkon baxın budur. Hər halda hər yerdə var bu. Rusiyan tavarıdır deyəsən bu. 1 litr suyun içinə 2 damcı tökürsən, əgər güllərin kökləri xəstədirsə də, güllərin kökünə də dökürsən, suluyursan, bir də yarpaqlarına püskürtmə edirsən. Bir də liboy gül olsun, qabını dəyişdinsə də bundan həm yarpağına, həm kökündən vurmalısan ki, stres keçirməsin, saralmasın. Bir dənə kənd qaymağı aldım. Bir də balıq. Bir də bunu, indi gətirim, bunu qəşəng təmizləyim. Ondan sonra bişirək bacılar. Buraları biraz yığışdırım, üstümü başımı dəyişim. Yoxsa bütün balıq qoxacaq bacınız. Qonşunun evi köçür. O gözəl ağacı baxın nə günə qoydular. Kəsib tökdülər. Yaz, yay, baxdıqca yarpaqlarına insan həvəs edirdi. Heyfim gəldi valla. Hər yeri kəsdilər, tökdülər. Allah qorusun bircə o kəsənləri. Allah uzaq eləsin. Sağ-salamət ağacın başından aşağı düşə biləsinlər. Bu çox apasın ağaçdır. Baxın, görün nə incə ağaçdır. Yazığa bax, həncər tuturlar ay Allah. Allah güc qüvvət versin. Mənim gözəlliklərim böyüyürlər. Yudım, içini başını tərtəmiz etdim. İndi gətirib belə incə-incə, nazik-nazik doğrayacağım. Ondan sonra qızardarıq.
Çox qab bulanmasın deyə elə bu sinənin içində də belə duzlayacağım. Bir yarım saat da qalar, ondan sonra qızardarıq. Bu belə başın nə edim bilmirəm. Bizdə istifadə olunmur belə başı balığın. Qoy bu belə dursun. Nar kimi qızartdım. Belə bu cür alındı. Yanına da kinzadı, bir də soğan hazırladım. Belə bu cür. İstəyən soğanla yesin, istəyən belə sadəcə balığın özünü yesin. Bunu çöldə bişirdim. Evin içində piraşkidə, balıq da bişirmirəm. Belə yağı, çox yağda durası şeylər bişirmirəm. Belə bacılarım, biz yeyək, bizə nuş olsun, siz də göz haqqınızı halal edin. Süfrəmizi açaq, artıq axşamdır. Saat 11'ə qalıb 10 dəqiqə. Buraları yığdım, yığışdırdım. Bir-iki qablarım var idi, onu da yudım. Bankaları da yerləşdirdim. Daha dedim, ayaq altında qalmasın. Buralar belədir. Çay qoymuşam, indi bir stəkan. Çay içib, biraz söhbət edib, ondan sonra gedib yatacağım artıq, dincələcəm bacılar. Baxın, hər yer səliqə səhmanda, qaz peçin üstünü yudum, buralar belə. Hər yer bir sözlə
Paryadkadadır. Uşaqlar yatıbdır. Qismət də gəldi, çörəyini yedi, çıxdı yuxarı, uzanıbdır. İndi yatıb, yatmayıb bilmirəm. Axırı çıxıbdır yuxarı. Mən də bir stəkan yorğunluq çayı içim. Biraz da belə üz-üzə, göz-gözə söhbət edək. Aldığım qoz sındıranı qismətə göstərdim. Dedi, bu yaxşıdır, keyfiyyətlidir. Keçən dəfə aldığın iqruşqa idi elə bil. Həm yüngül idi, həm də ki, elə bir ki, əlində heç nə tutmursan. Burjini də çıxırdı tez-tez. Amma bu dəmirdir, ağırdır. Bir də elə bir ki, qalındır. Keçən dəfə də elə uşaqların əlində qaldı. 2-yə bölmüşdülər. Mən Nəsibəni yola salmağa getmişdim aeroporta. Bir də gördüm, zəng geliblər, şəkilini atıblar ki, man buna bax. Nə arasın sanan şeyi? Heç nə. İndi bu yaxşıdır. İndi baxaram, bir nə qədər istifadə edim. Əgər belə keyfiyyətli çıxsa, geyib birini, ikisini yenə alaram. Ataram, arxaya durar. Birdən elə yerdə lazım olur. Bir dənəsi yetmir, vallahi. Ən azından 2 dənəsi olmalıdır, yaxşıdır. Belə bacılar. Evə gəldim. Dedim, keşke orada o sadə damaşqalardan alaydım. Damaşqalarımız bizim köhnəlifdir. Dəyişmək lazımdır. Oradan alasıydım o sadələrindən. Gündəlik ilə ayağımızda yenib hərləməkdən ötəri. O tüklərlər yox. Onları mən giyinəmərəm. Giyinərəm, eyni giyinmirəm. Tası gərək əlini ağdan qaraya vurmayasan da akurat mı bilir. Təzə gəlinlər kimi hərlənəsən. Mən bir əsəbləndim mi, ayağımdan şapırda çıxardıb uşaqların dalıca sapollam da. O tüklü mənim əlimə dözərmi? Belə o qədər şey istəyirəm danışmaq, söhbət eləmək. Axılıma gəlir, bir anlıq axılımdan uçub gedir. Bu aralar bilmirəm, niyə belə olmuşam. Ümumiyyətlə, mən heç yaddaş deyildim. Qoyduğumu bilirəm, illər boyu keçsin, hara qoymuşam, yadımda saxlayıram. Yəni zehnim tütü, maşallah, yaxşıdır. Amma bax, indi söhbət edirəm, sizlə söhbət edir, istəyirəm ki, nəsə deyəm, nədənsə danışam. Amma o bir cümləmi qutarana tan uçub gedir. Axlımdan uçub gedir, danışa bilmirəm. Belə bacılar, işimizi gördük, yığdıq, yığışdırdıq, günümüz eyni keçir. Heç bir fərq yoxdur. Bütün günümüz elə eyni. Videomu sonlandırım deyirəm. Nə qədər çəkdim bilmirəm. İnşallah bir video alınmış olar. İndən sonra da montajına baxacağım. Saat artıq 12 işləmiş olar. Montajlayım, yükləməyi alım, planlayım, düzənliyim. Vaxt ələyindən sonra 1 saat, yarım bundan oynayırıq. Hasan deyil montajlamaq. Dəqiq-dəqiq oturub baxırsan, incələyirsən, yer-yersiz heç nə olmasın deyirsən. Hər şeyi gözdən keçirirsən. Belə saat 1 olacaq mən montaj deyib, axıra çıxan atan. Yenə demək istərəm. Bugündən yox, artıq izləyirsiniz də 13:00-da yayında olacaq. Azərbaycan saatından, Gürcistan saatından videolarımız. Dəstəyinizi unutmayın. Bəyəni, çoxlu yorum. Öpürəm hər birinizi. Hər biriniz mənim ürəyimsiniz, qəlbimsiniz, sevgimsiniz. İnanın ki, həqiqətən çox sağ olun deyirəm. Allah razı olsun. Bacılar, haqqınızı halal edin. Haqqınız, düşünməyin ki, bizim nə haqqımız var. Yox, sizin ən çox haqqınız sizdədir. Siz izləyirsiniz, yorum yazırsınız, bəyan atırsınız. Videolar aralarında çıxan reklamları izləyirsiniz. O bir damcı olan reklamlar da bizə qəpik quruş qazandırır. Bunun için haqqınızı halal edin. Gecəniz xeyrə qalsın. Gecədir bizdə. Sizin bu gününüz xeyirli olsun.